buraxacağam. Birinci çıxışçımız Azərbaycan Milli Demokratik Birliyinin sözcüsü olacaq. Hürmətli Simin xanım Səbri ki, Azərbaycan Milli Demokratik Birliyi yeni yaranmış bir partiyadır. Yeni yaranmış partiyaya baxmayaq, artıq onda biz çox dəyərli və hər zaman Azərbaycanın yolunda fəaliyyət göstərən, çaba göstərən, gecə-gündüz bilməyən insanların, soydaşlarımızın vasitəsilə bu yeni yaranmış bu birliyi biz səmimi qəlbdən təbrik edirik. Ümid edirəm ki və əminik ki, millətimiz üçün uğurlu və xeyirli olacaq. Və bu arada hürmətli Doktor Simin xanım Səbrini tribuna dəvət edirik və sizi də görəvinizdə partiyanın başçısı olaraq təbrik edirik və bir xanım olduğunuza görə, yəni belə iki qat təbrik edirik Əlirza bəylə sizi. Bilirəm ki, çox gözəl işlər qabağa gedəcəkdir Simin xanım. Uğurlu, xeyirli olsun. Sağ olun. Buyurun. Xoş gördük dostlar. Əvvələn mən etiraf edeyim ki, mən bilmirdim ki, burada çıxış eləməm növbəyə listə yazılıbdır. Amma əlbəttə təbii ki, bir neçə söz demək olar. Xoş gördük hamımızı. Əfsanə xanım dediyi kimi, kullən ümumiyyətlə bu barədə referendumun nədən ötür müraciə olması, nədən ötür neçə təşkilatın imza olması, paltaq otağında, orada-burada ona müxalif olanlar, ona müvafiq olanlar, ona tərəfsiz qalanlar tərəfindən də danışılıb, tartışılıbdır azdan çoxdan. Amma mən öz növbəmdə niyə müvafiqlərdənəm ki, bu olsun və niyə imza attım və üzv olduğum təşkilat. Çox qısa elə indi sadalamaq istərdim ki, çox sevindirici haldır ki, Azərbaycan hərəkatı o qədər yetişibdir ki, bu cür bir olğun, dolğun, ərdəmli bir başvurulara başvurur və bununla sabit edir ki, bizim öz müqəddəratımızı təyin etmə tələbimiz nə qədər də beynəlxalq sazmanlarda, o cümlədən Birləşmiş Millətlərin qəbul etdiyi konvensiyalarda yazılıb qeyd olunubdur. Biz bunlara başvuruq və onlara barmaq qoyub və bu hüquqlara, bu bəndlərə, bu artikellərə görə bu haqq bizə düşür və bunu tələb dedikdə budur ki, bizim davamız sadəcə orada Türk-Fars davası, bizim tərəf müqabilimiz Fars milləti, nə bilim, o birisi millət filan deyil. Burada çox böyük bir məsələdən söhbət gedir. O da bir milyonlu bir xalqın, bir nüfusun öz haqlarından məhrum qalmasıdır və bunu burada deyələ bir sivil mübarizə təriqi ilə mədəni formada formalaşdırıb hüquqi baxımından bənd yazıb və səlqə ilə ortaya qoyanda deməli bu bir dənə bir həqiqətə bir obyekt kimi eşikdə donc edilib ortaya qoymaq deməkdir. Norveçdə bir söz var, deyirlər ki, o həqiqət ki, əslində vardır, amma o ortaya qoyulmayıbdır və danışılmayıbdır, formulə olmayıbdır. Əslində o həqiqət yoxdur. Çünki sən onu bir şəkildə görsədəsən onu, yazı ilə, kitabla, məqalə ilə bu həqiqətin barəsində danışırsan. Mənim nəzərimə bu bir tarixi bir müraciətlərdəndir ki, necə ki, Əfsanə xanım oxudular, Mirzəfər Pişəvərinin vaxtı ilə müraciəti səviyyəsində bir müraciətdir ki, tarix burada yenə də təkrar olur. Baxmayaraq ki, biz indi onlar iqtidarda bunu tələb elədilər, biz opozisiyondan tələb edirik, məncə heç fərqi yoxdur. Bir şəxs kimi tələb edirik, bir təşkilat kimi tələb edirik, fərdi tələb edirik. Azərbaycanın aydınları tərəfindən heç fərqi yoxdur, heç vaxt gec deyir. Bir insan olaraq, hətta tək bir insan olaraq öz haqlarımızı, insan haqları konvensiyalarının təsvib olmuş insan haqları hüquqlarına dayanaraq beynəlxalq camilərdən istəyək. Bu gecişibdir də ki, hələ də tez deyil, olar ki, çox tezdir bu referenduma baş vurmaq.
Biz bunu əldə etdik. Biz də bir də bunu əldə etdik ki, Azərbaycan təşkilatları baxmayaraq orada-burada bəzi konularda ola bilsin ki, tam eyni fikirdə deyirlər. Bu cüziyyatı vaxtı gələndə elə bilərlər kənara qoysunlar və kulli ümumiyyətlə, yəni o desaq hədəflərimizin başda gələn Azərbaycanın müqəddəratının təyin olması və Azərbaycanın gələcək taleyi söz konusu olanda Azərbaycan hərəkatında fəal olan təşkilatlar bir-birlərinə işbirliyi aparırlar. Biz iki dənə Kürd təşkilatın çox da 2-3 ay bundan qabaq bunların birləşməsindən necə bir əsəbi bir şəkildə bir təpkiş gəldi bu Fars caməsindən olsun, iqtidarda olsun onların ziyalı deyərlər, opozisyon çalışanlar tərəfindən nə cür bir mənfi təpkiyə gətirdi. Bizə bir çox gözəl dərs idi ki, bunlar nə qədər də qorxurlar bizim birlikdə hərəkət eləməklərimizdən. Ta oradan da yetişdi ki, onların bəziləri hətta dedilər ki, qərar olsa bizə seçaq İranın parçalanması, nə bilim, öz aləmlərində, yəni bu müraciətlər İranın parçalanmasına gətir aparır. Əgər qərar olsa ki, biz seçaq onlarla Cumhuriyet İslami arasında biz indidən yazıb imzalayırıq altını ki, biz Cumhuriyet İslami yanında olacaq. Çox qəşəng öz mövqelərini buna göstərdilər. Və bizim də bu cür belə bir ağırlı tədbirlərə əl atmamız, onu da birlikdə nəinki tək-tək təşkilat özləri yazsında göndərsin, amma 6-7 təşkilatın imzası eyni zamanda bir dost kimi işbirliyi yapa bilən yetişmiş və təcrübəli bir təşkilatlar kimi ortaya qoyulanda bu cür bir təpkilərə də gətirib çıxardır. Necə ki, Paltaq otağında da belə bir sorulardan gələn belə bir təpkiləri biz duyduq, hiss elədik. Nəinki vaxtımız da çox keçibdir zaten. Mən deyərdim ki, 15 dəqiqə mənə vaxt ayrılmasın. Mən elə bilirəm ki, eyni sözləri dostlar deyib təkrar edə bilərlər. Çox istəyərdim ki, qısa danışım və bir də doğrudan öz fikrimi həm öz şəxsən, öz tərəfindən və həm də üzv olduğum təşkilat tərəfindən bildirim ki, biz bu sənədə bir tarixi sənət kimi baxırıq.